İmam Əli əleyhisselamın məqamı. Rasulullah sallallahu aleyhi və səlləm İmam Əli əleyhisselama buyurdu: Ey Əbulhəsən, əgər xalqın iman və əməllərini tərəzinin bir gözünə qoysalar və Uhud döyüşündəki əməlini digər gözünə qoysalar, sənin əməlin bütün xalqın əməlindən daha ağırdır. Mütəal Allah Uhud döyüşü günü səninlə müqərrəb mələklərə fəxr etdi və 7 göyün pərdələrini götürdü və cənnət və içindəkilər sənə üz tutdu və aləmlərin Rəbbi sənin işinə şad oldu. Mütəal Allah o günə görə sənə elə bir mükafat verəcək ki, hər bir peyğəmbər və hər bir rasul və hər bir siddiq və hər bir şəhid ona qibtə edəcəklər. Mi'atu mənqəbəh, səhifə 79 və 80, mənqəbəh 47.